Kamil, reallıq budur ki, biz ölkəmizin real sərhədlərini qorumağı bacarırıq. Biz ərazi bütövlüyümüzə, suverenliyimizi təmin etmişik. Bizim sərhədlərimizdən hər hansısa bir təhlükə yoxdur, gözləmirik də. Amma biz ölkəmizin virtual sərhədlərini hələ tam qoruya bilmirik. Niyə? Qarabağı işğal altında olan Azərbaycan torpaqlarını işğaldan azad edən, o sərhədlərimizi göz bəbəyi kimi qoruyan gənclik virtual sərhədlərimizi qoruya bilmir. Biz harda səhv buraxmışıq? Çünki gənclik onu başa düşmür ki, bu təhlükədir yoxsa yox. Bəli. Başa düşmür ki, bu təhlükədir yoxsa. Gənclik məsəl üçün bir kontentə baxır, siz televiziya işiniz daha yaxşı bilərsiniz. 24-cü, 25-ci kadrlar var, məsələsi var. Orada da bir insan danışır, orada təsir göstərən alətləri var. Ona görə deyirəm, alətlər o qədər çoxdur ki, bunu qorumaq və tam qapanmaq belə bu da müdaxilə deyil. Əks olaraq məhsullar hazırlanmalıdır gənclərə. Gənclər o nə başa düşür ki, məsəl üçün, siz düz danışırsınız və yaxud mən yalan danışıram. O baxır və başa düşür, beynində o sual yaranır, çox doğrudur, bəlkə doğrudan belədir. Və dünyada heç bir ölkənin virtual sərhədləri yoxdur. Mümkün deyil bu sərhədlər olsun. Biz onu hörə bilmərik, biz onu amma qoruya bilərik. Qorumaq mənəvi, o ideoloji əsaslarla qoruya bilərik. Əlbəttə. Və ideoloji sağlam bir gəncliyi bizim ideoloji sağlam. Yəni dezinformasiyanı buraxmamaqla, deyək ki, o böhtanı əks arqumentlərlə çürütməklə biz belə qoruya bilərik virtual sərhədlərimizi, yoxsa necə qoruya bilərik? Fact-check layihəsi var bizdə, o da fərqlidir. O tip layihələrin olduqca böyük əhəmiyyəti var. Və bu saxta məlumatların, indi ümumiyyətlə, məsəl üçün, tək söhbət gənclərdən getmir. Bizim yaşlı insanlarımız, məsəl üçün, süni zəka o qədər inkişaf edib ki, onun məhsulu olan videonu artıq əkizlər yaranır da. Bizim əkizlərimiz AI-in, süni intellektin köməyi, süni zəkanın köməyi ilə biz virtual əkizlərimizi yarada bilərik. Onu, məsəl üçün, 50 yaşlı, 60 yaşlı bir insan, hətta biz özümüz belə baxanda çox çətinliklə seçə bilərik ki, bu reallıqdır, yoxsa virtual məhsuldur. Onun özünün də böyük bir təhlükəsi var ki, biz mətbuatda, indi o çirkabda, siz demişkən, sosial şəbəkə çirkablığında bu süni intellektin vasitəsində yaranmış məhsulların nə qədər qurbanları olduğunu görürük. Bu da böyük bir təhlükədir. Bunun qanunvericilik tərəfi tənzimlənməlidir. Bunun insanların maarifləndirmə tərəfi tənzimlənməlidir. Düşünürəm, mütləq şəkildə bizim məktəblilərə bu barədə məlumatlar indidən ötürülməlidir ki, onlar da böyük bu yaş qrupuna çatanda artıq o təhlükə ilə daha az üzləşsinlər. Bu təhlükə davam edəcək, uzun müddət var. Yəni, bu internet əsrində yaşayırıq, internet olursa təhlükə də var. Amma mən yenə də daha pragmatikəm və bizim də təhlillər görürəm ki, bizim gənclərdə yəni o milli kimliyi, dövlətçiliyi ənəllərini qorumaq daha güclüdür, nəinki bizim ətrafımızda olan dövlətlərlə və yaxud da ki, bəzi Avropa ölkələrlə müqayisədə. Azərbaycan gəncliyi dediyimiz kimi Vətən müharibəsində öz sözünü dedi, torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi və necə mükəmməl yetişdiyini bütün dünyaya göstərdi. Mən sizin o fikrinizlə tamamilə razıyam ki, bizim virtual sərhədlərimizin tam etibarlı qorunmamasının səbəbi gənclərin doğrudan da bunun bir təhlükə olduğunu tam dərk etməməsidir. Başa düşmürlər. Və biz artıq gənclərə onun təhlükə olduğunu göstərməliyik. Bu gün internetdə daha çox gənclər var. Yəni internet istifadəçiləri arasında gənclər üstünlük təşkil edirlər. Azərbaycana qarşı bir dezinformasiya kampaniyası aparılır, böhtan kampaniyası aparılır. Bu kampaniyaya Azərbaycan gəncləri layiqincə cavab verə bilmirlər. Mən belə düşünürəm. Cavab verə bilərlər. Potensial varmı? Verə bilərlər. Niyə vermirlər? Bax, gəlin buradan başlayaq. Vermirlər. Niyə vermirlər? Bayaqdan danışdığımız o beyin mərkəzləri, o Azərbaycan mentalitetini çox yaxşı təhlil edən beyin mərkəzləri. Bunlar otururlar və hər bir ölkənin bütövlükdə təhlil edirlər ki, tutalım. Bu ölkənin söyüşə münasibəti nədir? Bu ölkənin tərifə münasibəti nədir? Bu ölkənin filan rəngə münasibəti nədir? Bu ölkənin arasında hansı yaş qrupunda nəyə münasibət göstərir? Və buna qarşı əks alətlər hazırlayırlar. Bizim kifayət qədər o sosial şəbəkədə həmin o zərərvericilərə qarşı rəy bildirən insanlarımız var. Amma onlar o saat hədəfə götürürlər. Hədəfə götürürlər, təhqir olunurlar, olmazı söyüşlərə məruz qalırlar. Özdə fake profillərinə. Əlbəttə ki, fake profillərinə. Və onu sanki belə təsir göstərməklə uzaqlaşdırırlar. Və bəzən gənc belə psixoloji, depressiv vəziyyətə düşür ki, mən axı düzünü yazıram, niyə mən bu qədər söyüşə və yaxud da ki, təhqirə məruz qalıram. Və bəzən kənara çəkilir ki,
qoy yazmayım, müəyyən şeyləri var da, onun özünə məxsus Azərbaycançılıq dəyərləri. Biz o yazana gərək motivasiya verək. Əlbəttə Gərək o yazanı düzgün istiqamətləndirək. Bizim burada IT mühəndislərimiz öne çıxmalılar ki, bu aşkarlasınlar, bu hansı profil talım saxtadır. İndi şükür Allah kiber təhlükəsizliklə bağlı bizdə məsələlər olduqca yaxşı tənzimlənir və bu proses artan istiqamət üzrə getməlidir. Kifayət qədər yaxşı mütəxəssislərimiz də var bu sahədə. Yeni sahədir də, bu uzun bir tarixi yoxdur yeni sahədə, amma yenə kadr yetişdiririk bu sahədə. Və bunlar bütövlükdə hücum çəkəndə siz çox sadə bir misal deyim, yəqin siz peşəkar mətbuat işçisiniz, bilirsiniz bu məsələləri. Azərbaycana qarşı hər hansı bir tezis gəlir. Bir neçə kanal var da. Siz görün, o tezislərin hamısı müxtəlif formada həmin kanallardan paralel səslənir. Bu təsadüf deyil. Bu eyni mərkəzdən ötürülmüş tezislərdir. Sinxron hərəkət edirlər. Bütün bir neçə məsələdə indi biz konkret misallar mən təhlil eləmişdim ki, hər hansı bir mövzu atılır və onun başqa kanallar vasitəsilə paralel. Tutalım birinin 800 min abunəsi var. Baxış sayı nə qədərdir? 1000 baxış. Nətər ola bilər 800 min abunəsi olanın 1000-dən? O 800 min abunən var, hər dəfə səslənilir. Yəni sənin 800 min abunən varsa, sənin niyə 1000 baxışın olur? Və yaxud da ki, gənclərin xoş gəlmiş demişsən, sənin 500 min izləyicin varsa, sənin necə 50 like-ın olur? Bu şeydir, bu belə bir tərs mütənasibdir bir-birinə. Bunlar hamısı o görüntü. İlk baxışda nədir? Mənim 500 min abunəm var, mənim 800 min abunəm var. Bu da təsir şeyidir, alətidir. Bu formaları təsir edirlər, götürürlər və daha çox öz məqsədlərinə çatmağa çalışırlar. Bu geniş bir mövzudur. Əslində biz bu mövzu və geniş olmaqla bərabər çox strateji mövzudur və diqqət eləməli olduğumuz mövzudur. Çünki çox real təhlükələr var, xüsusilə bizim ailə dəyərlərimizlə bağlı. Doğru. Azərbaycanda hansı kişi bir qadının yanında söyüşsə, bu bizim milli mentalitemizdə yoxdur. Uyğun gəlməyən bir anlayışdır. Yəni sən realda virtual həyatda söyürsənsə, demək realda o söyüşü realda söyə bilməsən, amma virtual aləmdə sanki onu sən sındırmağa çalışırsan ki, bu söyüş adi bir şeydir. Və qəbul olunmaz anlayışları bizə qəbul olunan kimi təqdim eləməyə çalışırlar. Və bu gənclər üçün də bu da təhlükədir ki, böyük-kiçik münasibətləri, ailə dəyərləri və s. bu məsələləri sındırırlar sosial şəbəkələr vasitəsilə. Biz onları necə sındırmalıyıq? Və bu əks arqumentlə ancaq daha çox insanlar cəlb eləməklə, düzü göstərməklə, çətin olacağı düzdür. Çox üzr istəyirəm ifadəməyə görə, o dəyərlərini itirmiş insanlardan mübarizə aparmaq və yaxud da ona nəyəsə inandırmaq çox çətindir. Amma paralel məhsullar yaratmaqla sən öz həqiqətləri təqdim etməyin daha rahatdır.